Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Deməli dostlar, bugünkü müzakirəmizə yenə də Ramiz Mehdiyev mövzusu ilə davam edəcəyik. Niyə bu zərurət yarandı? Əvvəla xəbərlər var Ramiz Mehdiyevlə bağlı. Deməli, onun xas adamı danışıb, bu İsa Həbib bəylidir. Prinsipçi jurnalistlər bəlkə də sual verməsə idilər, ola bilsin ki, heç İsa Həbib bəyli danışmayacaqdı. Amma indi jurnalistlər sual veriblər ona ki, Ramiz Mehdiyevi həqiqi üzvlükdən nə vaxt çıxaracaqsınız? Baxaq görək İsa Həbib bəyli nə deyib? Deməli, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq. Amma eyni zamanda da bu cümləni deyib. Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir. Və İsa Həbib bəyli məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacağını da deyib. Əziz dostlar, bu bir informasiya, bir xəbər olsun. Deməli, məhkəmə isə əlbəttə ki, yəqin ki, haqqında 4 ay həbs qəti imkanı tədbiri var. Qarşıda olacaq, hələ ki, öz iqamətgahında. Deməli, Ramiz Mehdiyev həbs həyatını yaşayır, yeri gəlmişkən. Cəmiyyətdə isə əlbəttə hər kəs Ramiz Mehdiyevə görə, belə deyək, biri-birinə girib. Elə siyasətçilərdə, elə ayrı-ayrı deputatlarda və s. və ilaxır hər kəs. Hətta deyim jurnalistlərdə, indi hətta qeyri-hökumət təşkilatlarını da bura qoşurlar. Əziz tamaşaçılar, bunu burada müzakirə edəcəyik. Amma mən əvvəlcə diqqətinizə çatdırım ki, bugün çox böyük bir qalmaqala səbəb olacaq hadisə az əvvəl Mediatürk kanalında baş verib. Rauf Arifoğlu canlı bağlantıya qoşulub və ötən gün Sərdar Cəlaloğlu Milli Şura ilə bağlı danışarkən orada Rauf Arifoğlu'nun da adını çəkib. Hərçənd Rauf Arifoğlu bildirir ki, o ümumiyyətlə Milli Şuranın zamanında əleyhinə olub və s. və ilaxır. Eyni zamanda da aparıcı bir pretenziyası var ki, niyə siz bu faktlardan bir xəbərsiz? Sərdar Cəlaloğlu bəs nə deyirdi? O da deyir ki, Əli Kərimliyə görə bir çox adamlar da cavab verməlidirlər onların sırasında. Hətta Əli Kərimli ilə bir yerdə AXCP sədrinin, yəni zamanında Əbülfəz Elçi bəyin mavini olmuş şəxslərin adlarını çəkir. Onların sırasında da hazırki deputatlar var. Yəni Fazil Mustafa var, Əli Məsimli var, Qüdrət Həsən Quliyev var. Deməli, Fazil Mustafa sadəcə danışıb, təkcə o danışıb və bildirib ki, bu məsələlər, deməli, əlbəttə ki, elə bir səviyyədə həll olunmalıdır. 2000-ci ildən bizim heç bir münasibətimiz yoxdur. Yəni, onun bu və ya başqa, demək, hərəkətlərinə görə cavabdehlik daşımırıq. Çünki 2000-ci ildən ümumiyyətlə bu adamla bizim bütün bağlarımız qopub. Digər deputatlar danışmayıblar. Əminəm ki, onların da mövqeyi elə bu açıqlamada ifadə olunub. Əziz tamaşaçılar, bir sözlə Ramiz Mehdiyev ölkə gündəmini əməlli başlı qatıb, hər kəs bir-birinə qarşıdır və dediyim kimi, bu qara qışqırıqda da hər kəs istəyir desin ki, mən Ramiz Mehdiyevə heç salam da verməmişəm. Və onlardan biri də Cavanşir Paşazadəyə ünvanlanan sualdır. Allah şükür Paşazadənin qardaşına, jurnalistlərin də sualları bitmir, tükənmir və eyni zamanda da absurd suallar verirlər həmkarlarım. Gedib soruşurlar ki, şeyxin Ramiz Mehdiyevlə hansısa bir münasibəti vardımı? O da deyir ki, olsa da dövlət maraqları çərçivəsində olub, əks halda olmayıb. Yəni, onun başqa cürəsi olmayıb. Dostlar, elə bizim problemimiz bax, buradan başlayır, buradan. Detalları burada müzakirə edəcəyik. Mənim qonağım isə Talih Əliyevdir. Hər birinizdən ricam, verilişimizi lütfən bəyənin və paylaşın. Düşünürəm ki, Talih müəllimlə maraqlı bir gündəm müzakirəsini həyata keçirəcəyik. Çünki cəmiyyətimiz həqiqətən də hər gün biraz daha çox təəccübləndirir. Yəni, dövlətin böyük bir görəvində, vəzifəsində, prezident administrasiyasının rəhbəri postunda oturan adamdan hər kəsin işi keçib. Və söhbət vəzifə adamlarından gedir. Yəni, mənim, sənin, onun sadə insanlardan getmir söhbət. Vəzifə adamlarından gedir. Yəni, şeyxindən tutmuş, bilmirəm, digər deputatına qədər hər kəsin.
Deməli, amma bugün hamı deyir ki, yox, mənim onunla əlaqəm olmayıb. Bu bizim yaralı yerimizdir, xəstə yerimizdir və bu xəstə yerimizdən başlayacağıq. Siz də başlayın, biz də başlayaq. Talih mənim, xoş gəlmişsiniz. Xoş gördük Ləman xanım, xoş gördük dəyərli Laf TV izləyiciləri. Talih müəllim, əvvəl əlbəttə xəbərlərimi İsa bəylinin açıqlaması ilə başladım. Mən elə gəlir ki, hətta İsa bəyliyə sual versəydilər ki, Ramiz Mehdiyevlə münasibətin olub mu, o da deyəcəkdi ki, tövbə əstəğfirullah, heç bir münasibətim olmayıb. Həqiqətən adını eşitmişəm. Adını eşitmişəm, üzünü görməmişəm. Valla deyərdi, inanın ki, deyərdi. Bax, bu, bayaq dediyim kimi, yəni Ramiz Mehdiyev sıradan bir adam olmayıb ki, yəni dövlətin bir vəzifə adamı olub, özə elə belə önəmli bir vəzifədir. Yəni ki, hətta belə deyirlər ki, adam dövləti idarə etməyə qalxıb. Belə bir posta oturan adamın, dediyim kimi, ondan hər kəsin işi keçə bilərdi və keçib, hamısının da belə deyək, tərif yağdıranlar Ramiz Mehdiyevin keçən dəfə kim idi deyirdi ki, o da vəzifə adamlarından biri idi. Saatlarla, səhv etmirəmsə, Misir Mərdanov keçmiş təhsil naziri deyirdi, mən təhsil naziriyəm. Ramiz Mehdiyevin qəbuluna getmişəm, məni 2 saat gözlədirdi adam. Bunu təhsil naziri olan, işləyən Misir Mərdanov deyib, Laf TV-nin efirində, mənim efirimdə. Yəni, bu adamlar saatlarla gəlib orada gözləyiblər, qəbuluna düşüblər, bəlkə də əlini öpənlər də olub, ətəyini də öpənlər olub. Niyə bugün bu qədər danırlar? Niyə? Yəni, bu bizim doğrudan da bir söhbətin mənəvi tərəfindən baxsaq, niyə biz bu qədər aşılandıq? Nədən qorxuruq, nədən çəkinirik? Deyə bilmirik ki, adam mühüm bir postda oturmuşdu. Ola bilər bizim işimiz, gücümüz keçib bu adamdan. Buyurun, eşitirəm sizi. Çox sağ olun Ləman xanım. Məşhur bir Azərbaycan atalar sözü var. Deyir, nə tökəsən aşına, o da çıxar qaşına. Mən deyərdim ki, bugünkü Azərbaycan elə Ramiz Mehdiyevin əsəridir. Ortaya çıxıb və Ramiz Mehdiyev də əhdiklərini büyün biçənlərdəndir. İnsanlarımızın bu qədər riyakarlaşması, insanlarımızın bu qədər cılızlaşması, indi biz biraz bundan öncə yarı zarafat, yarı da ironik formada Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Həbib Bəylinin Ramiz Mehdiyevlə ola biləcək, belə deyək də, şəxsən tanırsınızmı sualına bu cürə yox deyəcəyini yenə təkrar edirəm ki, yarı zarafat, yarı da bir ironik formada qeyd elədik ki, yox deyərdi. Bax, bu elə Ramiz Mehdiyevin özünün yetişdirdiyi akademiklər, belə deyək də, ordusunun öndə gələnidir və hadisə və proseslərin bu cərəyan etməsi də olduqca Azərbaycan adına utanc vericidir, Azərbaycan adına böyük təəssüf doğuracaq bir məsələdir. Bugün Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra fərqli bir mərhələyə çıxdı. Mən əslində deyərdim ki, bəlkə də Ramiz Mehdiyev mifinin sındırılmasında məhz o 44 günlük Vətən müharibəsinin həm cəmiyyətə vermiş olduğu bir mənəvi, psixoloji ruh yüksəkliyi var, həm də hakimiyyət görünür ki, 30 il işğalda qalan vətən torpaqlarını işğaldan azad etdikdən sonra Rusiyanın başqa formada olan o suverenliyimizə qarşı, müstəqilliyimizə qarşı təhdidlərinə boyun əymək istəmədiyi üçün Ramiz Mehdiyev məsələsini təkcə bir şəxsin Azərbaycanda hakimiyyəti ələ keçirməsi iddiası kimi tövsif etmir. Həm də onu Rusiya dəstəyi ilə Azərbaycanda bir hakimiyyət çevrilişi etməyə çalışdığı, ona qarşı irəli sürülən ittiham maddələrinin içərisində yer alır. Ramiz Mehdiyev sizin də qeyd elədiyiniz kimi 25 il Azərbaycanda çox mühüm bir dövlət postunda əyləşibdir və uzun illər faktiki baxmayaraq ki, Azərbaycanın konstitusiya quruluşuna görə bu şəxs əvvəllər 4-cü şəxs idisə, sonradan 5-ci şəxs oldu. Yəni prezident, sonradan vitse-prezidentlik institutu yaratdıqdan sonra 2-ci şəxs birinci vitse-prezidentdir və bundan sonra konstitusiyon vəzifələr olaraq Milli Məclisin sədri və baş nazir gəlsə də, amma uzun illər Ramiz Mehdiyev Azərbaycanda 2-ci şəxs kimi təqdim olunubdur, boz kardinal olaraq təqdim olunubdur. Azərbaycan hakimiyyətin hər üç qolunda, kadr təyinatında müstəsna söz sahibi olan şəxs olubdur, təqdim olunmayıb, olubdur. Şəxs olubdur. Və eyni zamanda Azərbaycanın siyasi institutlarından tutmuş vətəndaş cəmiyyətinə qədər, mediasına qədər, bütün segmentlərində, hətta bayaqlarım siz dini idarəni də qeyd elədiniz, Azərbaycanda
müstəqil görünən, amma çox mühüm strateji postlar olan dini idarədən tutmuş, Yazıçılar Birliyinə qədər, Həmkarlar İttifaqına qədər demək olar ki, bu qurumların hər birinin də Ramiz Mehdiyevin faktorundan hesablaşmaması mümkünsüzdür. Bunu görməməzlikdən gəlmək mümkünsüzdür. Əslində, bugün o sözü deyən şəxslərin özü, əgər dövlət bu məsələyə bir gün ciddiyə alarsa, o şəxslərin özü bir məsuliyyət daşıyır. Vaxtında vəzifə səlahiyyətini aşmaq kimi və yaxud vəzifə səlahiyyətlərinə əməl etməyən şəxs kimi ki, Ramiz Mehdiyev dövlətdə, xüsusilə də idarə etmədə vacib vəzifə daşıyan şəxs olur. Necə mən o adamı tanımamışam, ondan hesablaşmamışam? Sizin də qeyd elədiyiniz kimi, sizin əgər efirinizdə özdə zamanında ağır çəkili bir nazir olan Misir Mərdanov deyirsə ki, mən 2 saat onun kabinetində, onun qəbulunda gözləməyə məhkum olmuşam. Bu deməkdir ki, belələrinin sayı onlarla yox, yüzlərlə olub. Misir Mərdanov 2 saat gözləyirsə, bəziləri həftələrlə, günlərlə gedib orada gözləyib, ələ boş qayıdıb və ayaqüstü qəbuluna da sevinəcək olurlar ki, Ramiz Mehdiyev məni qəbul elədi. Bu dediklərimiz heç bir halda Ramiz Mehdiyev şəxsiyyəti haqqında bir müsbət mif yaratmaq deyil. Sadəcə olaraq Azərbaycanın azı reallığının bir zamanlar bundan ibarət olduğunu dilə gətirməkdir. Və yenə təkrar qeyd edirəm ki, bugün Ramiz Mehdiyevə qarşı çıxanların arasında bir xeyli sayda da onun dırnaqarası yox, sözün həqqi mənasında əməyi olan, Azərbaycanın bərbad günə düşməsinin öz ardıcılları sırasında gördüyü insanlardır və biz hələ bu məhkəmə prosesinin gedişində xeyli sayda zamanda Ramiz Mehdiyev şəxsiyyəti haqqında balladalar yazan, miflər uyduran isimlərin adını görəcəyik. Onu ağsaqqalım deyən, məsələn, Elmir Axundova kimləri, ağsaqqalım, böyüyüm, rəhbərim, belə deyirdilər. Bilirsiniz, mən bunu başqa bir efirdə dedim, Ləman xanım. Bakıda, Qarabağda Azərbaycanlıların qanına əli batmış erməni cəllatlarının, terroristlərinin məhkəməsi başlayanda bunu əsir məhkəməsi adlandırdılar. Bu hadisə bundan sonra baş verəndə mən bir efirdən bildirdim ki, əslində əsir məhkəməsi olmayacaqdır. Ramiz Mehdiyev işi ilə bağlı qurulan məhkəmə olacaqdır, əsir məhkəməsi. Əgər o erməni cəllatları Azərbaycanın 20% ərazisini işğal altında saxlayırdısa, Ramiz Mehdiyev Rusiyanın əli ilə Azərbaycanın tamamını nəzarət altına götürmək istəyirdi və hakimiyyətdə olduğu dövrdə də ölkədə aparılan, mən deyərdim ki, böyük ölçüdə seçki saxtakarlığından tutmuş, ta idarə etmənin bir sıra sahələrindəki naqilsizliklərin hər birində Ramiz Mehdiyevin xidmətləri olubdur, rolu olubdur və bu da Ramiz Mehdiyevin şəxsiyyəti ilə bağlı olan məsələ deyil. Bu həm də onun təlimat aldığı Moskvanın Azərbaycan vətəndaşında öz dövlətinə inamsızlıq, hətta mən deyərdim, qəzəb və nifrət yaratmaq məqsədi ilə həyata keçirilən məqsədyönlü bir imperiya siyasətinin nəticəsi olub ki, heç bir halda bu vətəndaş öz dövlətindən fəxr edilə bilməməlidir, qürur duya bilməməlidir. Mən sözün açığı Azərbaycanda asan xidmət kimi bir son dərəcə vətəndaş məmnuniyyəti yaradan idarə etmənin formalaşmasını təzə-təzə, belə deyək, o xidmətdən istifadə edəndə təəccüblə qarşılayırdım ki, nə əcəb, digər qurumlarda bu qədər süründürməçilik, bu qədər özbaşınalıq, bu qədər vətəndaşa qarşı, belə deyək də, yuxarıdan aşağı baxmaq kompleksi olduğu halda, bu qurumda necə ola bilər ki, görəriz personal səni qarşılasın, hələ bir çıxanda da yaxınlaşdığın başqa bir gənc ki, xidmətdən razı qaldınızmı, yoxsa narazı qaldınızmı? Fikirlərini də qeyd eləsin, özünü də götürsün ki, vətəndaşın rəyi nədən ibarətdir? Bax, tüm bunların hamısı qeyd elədiyim kimi ondan qaynaqlanırdı ki, Ramiz Mehdiyev uzun illər öz vəzifəsini çox yüksək formada icra edə bilmiş şəxs idi və mən yenə də hər kəsi əleyhinə olduğumuz mövzulardan biri budur və elə bu məkan, bu ekran şahiddir ki, biz bu proseslərdə günahsız insanların cəzalandırılmamasını ilk istəyən şəxslərdən olmuş və bu efir vasitəsilə də onu elan eləmişik. Mən yenə də kimsə, belə deyək də, o haqqına girmək istəmirəm, amma məsələ Ramiz Mehdiyevin dəstək xəttidir ki, bugün Azərbaycanın hakimiyyətində Azərbaycanın dövlət orden və medallarından çox Rusiyanın orden və medallarını yaxasında gəzdirən məmurlar kateqoriyası formalaşıbdır. Bunun bir çoxu yenə deyirəm, gözdən pərdə asmaq üçündürsə, amma bir çoxunun da
xidmətləri olubdur və inşallah deyirəm ki, bu məhkəmə prosesinin gedişində biz çox səsli küylü yeni həbslərin şahidi olacaq. Çünki bu mümkünsüzdür. Bu artıq sualdır artıq bu. Çünki Ramiz Mehdiyevin cinayət işi ilə bağlı detallar, təfərrüatlar məlum olanda bildirildi ki, o Dövlət Şurası yaratmaq istəyirdi və o Dövlət Şurası 50 nəfərdən ibarət idi. İndi deyir, 2 nəfər saxlanılan şəxs var. Biri Əli Kərimlidir, biri də onun partiyasından bir nəfərdir. Bir dənə də Gültəkin Hacıbəylinin deportasiyası gözlənilir. Hər halda Milli Şuranı təmsil edən adamlardan gedir söhbət. Və yerdə qalan o 47 nəfər, yəni çox gözləməli olacaq. Niyə açıqlamır bu adamların adları sizcə? Siz də və bizim daimi izləyicilərimiz də yaxşı xatırlayır ki, keçən verilişdə mən daha çox narahatçılığımı ifadə edirdim ki, artıq bir aydan artıqdır. Söhbət oktyabr ayının 14-ü axşam radələrində yayılan informasiyadan gedir ki, mətbuat və xüsusən də sosial şəbəkələrdə bu proses kütləvi sürətlə yayılmaya başladı ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti İstintaq İdarəsinin təqdimatı əsasında Sabah rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib 4 maddə üzrə Ramiz Mehdiyev barəsində. Və bundan bir aydan da artıq vaxt keçirdi. Hətta iş o yerə gəlib çatmış ki, Ramiz Mehdiyevin ən yaxın silahdaşlarından biri kimi artıq elə demək olar ki, ölkə mediası tərəfindən də təqdim olunan Yeni Azərbaycan Partiyasının Ağsaqqallar Şurasının sədri keçmiş millət vəkilimiz Arif Rəhimzadə açıqlama verdi ki, belə bir şey boş şeydir, belə bir şey yoxdur. Olsaydı, yəqin ki, bundan bağlı ortada rəsmi bir məlumat olardı. Ona görə də o bizim Ağsaqqallar Şurasının üzvü olaraq qalır. Yəni, həmən ərifədə tək o yox, bir neçə, belə deyək də, Mehdiyevə simpatiyası olan və yaxud da onun komandasında olan şəxslərin ürəklənmiş formada biz açıqlamalarını gördüyümüz üçün bundan əvvəlki efirimizdə mən bunu bir narahatçılıq kimi artıq dilə gətirməyə başladım ki, proses birazca da uzanır və uzanması istər-istəməz Ramiz Mehdiyev tərəfdarlarını ürəkləndirir, mövqesiz insanlarda tərəddüd yaradır və belə deyək də, bugün dövlət üçün, dövlətçilik üçün prezidentin sadiq komandası və yenə deyirəm, dövləti bu kimi təhlükələrin qarşısında dövlətçinin yanında durmaq istəyən sağlam qüvvələrdə də istər-istəməz narahatçılıqla qarşılanır ki, hara qədər bu səssizlik. Amma biz son bir həftə 10 gün ərzində nəyə şahid olduq? İlk öncə elə yenə də Ramiz Mehdiyevlə bağlı ardıcıl 3 qərar verildi. Birincisi, Ramiz Mehdiyevin ensiklopediya redaksiya heyətinin üzvlüyündən kənarlaşdırılması, ikinci bir Heraklit komissiyasının rəhbərindən uzaqlaşdırılması və nəhayət Dil komissiyasının sədr müavinliyindən uzaqlaşdırılması. Sonra da oğlunun, baxmayaraq ki, bu da yoldaşı və gəlini məsələsi ilə eyni vaxtda təsadüf elə bilirdi, amma ay yarımdan sonra oğlu ilə bağlı qərar verildi və qərar verilən günü də elə demək olar ki, oğlunun atası ilə birlikdə Dövlət Təhlükəsizlik Şurası, daha doğrusu MDB-nin Təhlükəsizlik Şurası iclaslarına onu müşahidə etməsi, hansı səlahiyyətlə, hansı belə deyək də, hüquqa söykənərək bunlar edilibdir. Demək, heç bir hüquq əsası olmayıbdır. Və bu hadisələrin fonunda, sizin də qeyd elədiyiniz kimi, müxalifətdən adı hallanan şəxslərin bu cinayət işi tərkibində, hansı ki, bilirsiniz də, bu məsələlər mətbuata yayılanda, yayılan informasiyalardan biri oydu ki, bu 50 nəfərlik tərkibdə də bütövlükdə Ramiz Mehdiyevin planlaşdırdığı bu hakimiyyətin ələ keçirilməsi ssenarisində müxalifət də rolu alıbdır və o müxalifətin də adını hallandırarkən elə ilk çəkilən ad Milli Şura və Xalq Cəbhəsi Partiyası və onun liderinin adı çəkilirdi. Bugün, bəli, sizin də qeyd edədiyiniz kimi, Xalq Cəbhəsinin sədri Əli Kərimli və Xalq Cəbhəsi Ali Məclisinin katibi Məmməd İbrahim həbs edilibdir artıq və Gültəkin Hacıbəylinin də Türkiyə polisi tərəfindən deport olunması söhbət var. Yəni, özü belə bir açıqlama vermişdi. Hətta mənim sabah üçün bir imtahanım olmalıydı, o imtahana vaxt tanımadılar mənə. Amma bu hadisələrin fonunda sizin də qeyd edədiyiniz kimi digər 48 nəfər kimlərdir, onların adı nə açıqlanmır və mən belə düşünürəm ki, çox böyük ehtimalla o digər 48 nəfərin arasında ola bilsin ki, bugün hələ də vəzifədə olan şəxslər var və vaxtı ilə elə hakimiyyətin öz içərisindən olub vurulmuş şəxslər də çoxluq təşkil edir o komandanın içərisində. Ola bilsin ki, onlarla bağlı
xeyli sayı, hətta bəzi sosial şəbəkələrdə belə məlumatlar getdi ki, artıq müxtəlif şəxsləri bu hadisə ilə bu və ya digər formada əlaqəli ola bilən şəxsləri elə cinayət işini başlatan dövlət orqanı tərəfindən çağırılıb dindirilməsi prosesi gedir. Yəni söhbət Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Komitəsindən gedir. Yəni proses gedir artıq. Amma indi onların həbs olunması ilə bağlı biz məhkəmə qərarlarını nə vaxt eşidəcəyik? Yaxın günlərdə olacaqmı? Ötən gün elə ölkənin zamanında baş prokuroru olan Əli Ömərov mənə bir sual verirdi ki, Ayləman xanım, bu yəni o 50 nəfər, yəni o 50 nəfər həm də dövlət şurası yaradılır, ölkədə hakimiyyəti zorla ələ keçirmək istəyir, bu sıradan bir maddə deyil, burada güc var, hardadır o güc? Yəni bütün adam sual verirkən bu sualları bir soruşun da, yəni söhbət o gücdən gedirsə, o güc kimlərdən ibarətdir? Hanı niyə yoxdur ortalıqda? Nə qədər vaxt idi? Oktyabrın 14-dən bu yana artıq dekabr ayının 14-də sabah bir gün gəlir. 2 ayda yazqalı bu mövzu. 2 ayda elə bu 50 nəfərlə bağlı. Mənə elə gəlir ki, biz hadisələrin ən pik dövrünü 26-cı ilin fevral ayını gözləməli. Siz diqqət edirsinizsə ki, Əli Kərimlinin həbsinə verilən qəti həbs imkan tədbiri də 2 ay 15 gün eləyir. Hansı ki, o 2 ay 15 gün Ramiz Mehdiyevin 4 aylıq həbs qəti imkan tədbirinin 1 ay 15 günündə təxminən bu aralıqda olan bir mərhələdir ki, görünür ki, elə bu proseslərin kulminasiya nöqtəsində qeyd elədiyim kimi biz daha çox yanvar və fevral ayında bundan bağlı. Amma son günlər olan hərəkətlilik belə deməyə əsas verir ki, bəlkə də daha tez. Bəli, elə dekabr ayından biz bu hadisələrin şahidi ola biləcəyik. Yəni son günlər deyəndə yəqin ki, həm də Ramiz Mehdiyevin oğlunun vəzifədən çıxarılmasını nəzərdə tutursunuz. Eyni zamanda da orada paylaşılan şəkil həm də Patruşevlə görüşdü. Mən elə onu ki, hansı hüquqi əsaslara söykənərək gedib. Mən indi o sualı vermək istəyirdim ki, indi deyirlər ki, oğlu da, nə bilim, qardaş oğlunun da bir adı çəkilir ki, bunlar da saxlanıla, həbs oluna bilərlərmi? Çünki doğrudur, heç kim ataya görə cavabdehlik daşımaya bilər, amma eyni zamanda da adam Fövqəladə Hallar Nazirinin müavinidir, adı bir çox işlərdə keçir, biznes işlərində, nə bilim, VTB Bankın rəhbəri olub, onun, nə bilim, həyat yoldaşı onun təsisçisidir. Bir sözlə və xeyli dərəcədə də, belə deyək, başqalarının əmlakına qonma məsələləri var. Ayrı-ayrı şikayətçilər var bu kontekstdə, müxtəlif adlar hallandırılır. Kürəkəni var, məsələ. Ləman xanım, mən düşünmürəm ki, bizim izləyicilər də elə təsəvvür yarana bilər ki, biz bununla istintaqı aparan orqanın, belə deyək, rəy formalaşdırmağa çalışırıq. Yox, sadəcə bir efirdir və biz ölkə gündəmini müzakirə ediriksə, burada mümkün ehtimal edilə bilən versiyaları təhlil edirik. Dünənə qədər elə bir ehtimal olmaya bilərdi. Amma paylaşılan şəkillərdən də görürsənir ki, əgər özü ilə yanaşı oğlunu da Moskvada keçirilən görüşlərə Patruşev bugün Putinin köməkçilərindən biridir və Rusiya siyasi... Amma o şəkildə başqa təsvirlər də var. Bu dəqiqədə hakimiyyətin ən yüksək postunda oturan adamların da şəkli var. Yəni onlar da vurulurmu sizcə? Mən o baxımdan deyirəm ki, hələ bu proses belə deyək də çox maraqlı bir inkişafı gözlənilir ki, onların hamısının eyni zamanda vurulması planlaşdırılacaqdır, yoxsa hansısa fərqli bir taktikadan istifadə olunacaqdır. Çünki bu barədə mən elə gəlir ki, biz nə qədər danışmaq istəməsək belə, bu istər-istəməz ölkənin yaxın aylarında baş verə biləcək ciddi hadisələrdir və o baxımdan... Onların anonsudur deyirsiniz. Bəli, anonsu kimi qəbul olunmalıdır. Oğlu ilə bağlı mən qeyd eləmək istəyirdim ki, o paylaşılan şəkildə də əgər belə bir mövzulara qatılıbsa oğlu, çox güman ki, həmin proseslərdən xəbərdar şəxs kimi onun saxlanılması da baş verə bilər. Niyə aparırdı sizcə? Yəni siyasi varis yetişdirirdi mi sizcə? Nə düşünürsünüz? Niyə aparsın ki, bir adam özünü Patruşevi ilə görüşə? Yəni Patruşev də xırda bir adam deyil. Bəli, mən elə onu deyirəm ki, Rusiya siyasi elitasında Rusiyada yeganə şəxsdir ki, hətta adı Putinin yerinə hazırlanır. Putinin yerinə hazırlanan şəxslərdən biri kimi hallamana yanaşı, həm də Rusiya hazırki belə deyək, rəhbərini açıq mətnlə tənqid edə bilirdi.
onun dediklərinə etiraz edə bilərdi. Yəni o çəkidə, o sambalda ikinci bir Rusiya rəsmisi bugün yoxdur Rusiyada. Yəni bax belə bir şəxslə görüşməsi, sözün açığı burada varis versiyası ən ağlabatan bir məqam kimi ortaya çıxır və nəzərə alaq ki, bunu Ramiz Mehdiyev o zaman elirdi ki, onda hələ əvvəlki vəzifəsində idi və o deyir qılıncının dalını da qabağını kəsən vaxt idi. Onda ona o 50 nəfərlik şəxsi inandırmaq üçün lazım deyildi ki, oğlum da yanımdadır deyə mesaj versin. Yəni burada varis hazırlamaq, övladını Rusiya elitasına təqdim etməkdən başqa ağlabatan o qədər də məntiqli versiya gəlmir. Məncə elə doğru düzgün təsbit olunur ki, o öz oğlunu hazırlayırdı. Hara varis hazırlayırdı? Özünə mi, özünün yönətmək istədiyi Azərbaycana mı? Onlar biraz maraqlı suallardır. Yəni, hətta ola bilərdi ki, öz yerinə, tutalım ki, Rusiya canişi kimi hazırlamış olsun. Yəni, söhbət təhsil Azərbaycanın yeni prezidenti yox, həm də Rusiyanın Azərbaycanda ən has adamı atadan sonra oğlu olaraq hazırlana da bilərdi. Bu versiyada ola bilərdi. Aydındır. Deməli, əziz tamaşaçılar, 500-ə yaxın insan var canlı yayımda. Verilişimizi lütfən bəyənin və paylaşın. Xahiş edirəm, rəylərinizi yazın. Amma cəmi 80 bəyənməniz var. Yəni, bu bəyənmələrin sayını ən azı bir 300-ə, 400-ə çatdırmaq mümkündür. Bunu edin lütfən. Və yeri gəlmişkən, deməli, qeydilərdə də Mehdiyevin sifarişlərini həyata keçirənlər olub. Bu haqda da Akif Nağı danışıb. İndi dediyim kimi, hamı danışır. Hər kəs müxtəlif versiyaları dilə gətirir Ramiz Mehdiyev işi ilə əlaqəli. Ramiz Mehdiyev Azərbaycan dövlətinin içərisində olub, o proseslərə rəhbərlik edib və müxtəlif işlərə maneçilik törədib. Bir sözlə, öz şəbəkəsini qurub. Onun sifarişlərini həyata keçirən bu şəbəkənin içərisində icra başçıları, məmurlar, nazirlik əməkdaşları, deputatlar olublar. Heç şübhəsiz onun müxalifətdə də, qeydilərdə də sifarişlərini həyata keçirənlər olub. Bir sözlə, o həddindən artıq geniş, şaxəli bir şəbəkə yaratmışdı. Böyük ehtimalla müxalifətin içərisində də partiya rəhbərləri olsun, başqa istiqamətdə fəaliyyət göstərənlər də mövcuddur. Onlar da istintaqın gedişində məsuliyyətə cəlb olunacaqlar. Azərbaycan hüquq mühafizə orqanları istintaq aparır və istintaq prosesində aparılan işlərə hörmətlə yanaşmaq lazımdır. Biz bu mərhələdə hüquq mühafizə xidmətlərinə inanmalıyıq. Başqa sözlərə, şayələr düzgün deyil deyə. Bu da Akif Nağıdan gələn bir açıqlamadır. Bir partiya funksioneri olaraq sizin də fikirlərinizi almaq istəyirəm. Danışan əvvəla partiya sədridir. Eyni zamanda da böyük ehtimalla müxalifətin içərisində partiya rəhbərləri olsun və digər fəaliyyətlərdə hər halda Ramiz Mehdiyevin deməli işində məsuliyyətə cəlb olunacaq adamlar ola bilər deyir. Buyurun, eşidirəm. Ləman xanım, biz elə verilişin əvvəlində buna bənzər fikirləri açıqladıq və təkrar bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Belə bir geniş, belə bir çox belə deyək, qatlı tərəfdar komanda üzvü formalaşdırmaq ölkənin gələcək rəhbəri olmaq iddiasında olan şəxsdən daha çox Rusiya üçün 5-ci kolonun daha geniş tərkibli, bütün sosial qruplara, bütün segmentlərə əlçatan olması baxımından önəmli olubdur və Ramiz Mehdiyevin də mən deyərdim ki, birinci missiyası, birinci məqsədi də elə ondan ibarət olub ki, ölkənin bütün sektorlarında mədəniyyətindən tutmuş idmanına qədər, maliyyə sektoruna, görürsünüz ki, ölkənin bir neçə aparıcı bank sektorunda adamın ali üzvləridir. Bu nə idi? Sabahlarım ölkədə bank sektoru ilə ölkə iqtisadiyyatını sirkələmək. Adamın yaxın qohumlarından xeylisi oğlu ilə yanaşı, həm də qardaşı oğlu kömrük sistemində olubdur. Dəniz kömrüyünə nəzarət edir, qardaşı oğlu səhv etmirəmsə. Yəni, söhbət nədən gedir? Elə xırda bir yoxlama adı altında 3 gün, 5 gün ölkəyə gələn və ölkədən çıxan strateji məhsulların qarşısını bağlanması hansısa şübhəli bir mal adı altında. Kifayət qədər də inandırıcı gələ bilər də, cəmiyyətdə də onu tirajlayacaq xeyli sayda əllərin altında mətbuatı varsa, trollar ordusu varsa, siyasi partiyalar varsa, sözü öz elə yerdən dedirdə bilərdilər ki, xalqdan gələn tələbdə hakimiyyətdə o tələblə razılaşır, barışır və
bu istiqamətdə araşdırma gedir. Amma nəticədə sonra nə məlum olardı? Sonradan məlum olardı ki, sən demək bu atılan addım müsbət effektdən daha çox mənfi nəticələrə gətirib çıxaracaq hansısa alt niyyətlərə hesablanmış bir addım oldu. Yəni bu baxımdan Ramiz Mehdiyev məsələsi mən elə hesab edirəm ki, Rusiyanın 5-ci kolon siyasətindən ayrılıqda götürülməməlidir. Düzdür, dövlətin bu məsələləri tam açıq, qabarıq formada ifadə eləməsi Rusiya-Azərbaycan münasibətlərinə yeni gərginlik gətirə bilər. Amma ən azından bizim mediamız, bizim ekspertlərimiz və elə sağ olsun Akif bəy də siyasilərimiz danışanda bu mövzunu çox açıq adı ilə deməyə biz bacarmalıyıq. Bugün biz keçən efirdə də deyirdik. 44 günlük Vətən müharibəsində düşmənlə bizim aramızda bir sədd vardı. O sərhədin o üzündə bilirdik düşməndir, bu üzündə olan bizimkilərdir. Bugün bu sərhəd hardan keçir onu bilmirik. Bugün bu 5-ci kolon dediyimiz şəbəkə Azərbaycanın harasında necə bir təxribat törədə biləcəyi, Azərbaycanın necə bir sosial-iqtisadi sabotajla üz-üzə qoya biləcəyini biz bilmirik. Yəni əslində biz burada danışanda bəzi şeylərə sanki belə hər şey çox asandır kimi yanaşırıq da. Yəqin ki, mən məsəl üçün deyirik ki, tutaq ki 50 nəfərlik bir dövlət şurasıdır, amma ondan ikisi, üçü tutaq ki saxlanılır, bəs 47-si hanı? Deyirsiniz ki, yəni onlar dövlətin elə bir yerlərində oturan adamlardır ki, onları elə rahatlıqla tutaq ki, Əli Kərimlini saxlayan kimi saxlamaq mümkün deyilmi? Yəni bu dövlət üçün təhlükə deyirsinizmi? Dövlət üçün daha ağır fəsadları ola bilər. Elə düşünürsünüz? Bəli. Çünki yenə təkrar qeyd edirəm, hətta Ramiz Mehdiyevlə bağlı xəbəri tirajlayan media quruluşlarının birinci açıqlaması bundan ibarət edir ki, hakimiyyətin hər üst qanadında kifayət qədər tərəfdarları var. Və heç kəsə sir deyir ki, hazırki parlamentlə bağlı daha belə deyək də, indiyə qədər Azərbaycan müstəqillik tarixində formalaşan məclis tərkiblərinin içərisində ən çox Rusiya bağlı tərkibi olan tərkib bu tərkibdən söhbət gedir. Bir günlərin parlamentdir. Əgər doğrudan da iddia olunduğu kimidirsə, orada elə bir çoxluq varsa, çox rahatçılıqla ölkədə siyasi böhran yaradacaq qərarlar qəbul edə bilərdilər. Mən düşünmürəm ki, bu hadisədən sonra belə deyək də, elə bir risk, təhlükə real olsun. Yəqin ki, aidiyyatı qurumlar da nəzarətə götürübdür və ola bilsin ki, onların bir çoxu ilə də müəyyən profilaktik söhbətlər də aparılıbdır ki, hər halda bizim belə deyək də, ehtimal etmədiyimiz və yaxud bugün üçün efirdən deməyə mən şəxsən özüm də o qədər məqsəd uyğun saymadığım formada onlara həyatın o deyir, neçə bucaqdan ibarət olduğu da izah oluna bilər ki, yox, fikirləşdiyiniz qədər də Azərbaycan rahat uyğun deyil ki, siz burada yüzünüz ya biraz azınız və ya çoxunuz bir araya gəlib Azərbaycan üçün belə ciddi problemlər yarada biləsiniz. Amma bu parlamentin tərkibi deyilən kimi olubsa, al işte ölkənin ən ciddi mərkəzi idarə etmə qurumlarından biri olan parlamentlə bağlı ciddi narahatçılıq olsun, məhkəmə hakimiyyəti olsun, icra hakimiyyətinin müxtəlif qollarında yaşanan problemlər. Hələ biz bilmirik ki, ayrı-ayrı nazirliklər tərəfindən bugün yaşanan problemlər elə bayaq qeyd elədiyimiz kimi Rusiya tərəfindən Azərbaycan vətəndaşının Azərbaycan dövlətinə qarşı qəzəbləndirmək, ayaqlandırmaq niyyətindən atılan addımlar deyil. Bəzən biz deyirik ki, məmurdur, rüşvət yığır. Bugün Azərbaycan, mən sizə bu baş verənlərin fonunda tam səmimiyyətlə deyirəm, yığılan pulun məqsədi, insan bu qədər az göz olmaz. Buradakı prosesin arxasında həm də Azərbaycan insanı, Azərbaycan dövlətinə nifrət aşılanmaq siyasəti dayanıqdır. Müstəqillikdən könüllü imtina etmək, necə ki, Moskvada SSR-nin yenidən bərpa olunması ideyası aparılır. Yəni, xalqları bu prosesə necə gətirmək olar könüllü? Xalqlar öz hakimiyyətinə nifrət eləməlidir. Öz suveren dövlət institutlarına nifrət eləməlidir. Yəni, o nifrət də hardan keçir? Həmən qurumların öz işini ən yartmaz formada həyata keçirməklə. Aydındır. Və bir daha Sərdar Cəlaloğlu'nun açıqlamalarına da qayıtmaq istəyirəm. Onun iddialarına münasibətiniz necədir? Adlar çəkir konkret. Sərdar bəyin çəkdiyi adlar içərisində Fazil bəyin açıqlaması elə özünü göstərir ki, biz insanların bir zamanlar bir yol getməsi sonradan belə deyək də, həmin insanlardan birinin törətmiş olduğu cinayətə görə
digərinə. Hətta biz bilirik ki, Azərbaycanda bundan bağlı bir məsələ də var ki, oğula görə, ata-ataya görə oğul mühakimə olunmamalıdır, ittiham olunmamalıdır. Amma Sərdar bəy də Azərbaycanın ən ciddi, nüfuzlu siyasətçilərindən biridir. O da nə dediyini yaxşı bilir. Ola bilsin ki... Amma o özü də elə Ramiz Mehdiyev haqqında zamanında elə tərifnamələr yazıb da. Yox, bilirsiniz, bax, burada belə deyək də, Ramiz Mehdiyev haqqında indi tərifnamələr yazıb deyirsiniz. Mən sözün açığı Ramiz Mehdiyevin müəyyən fikirlərinə münasibəti ilə tanışıram, amma Türklər Ramiz Mehdiyevin övməsi ilə bağlı elə bir halın... Belə paylaşmışlar. Yəni, demək istədiyim nədir? Yəni, Sərdar bəy də nəsə deyirsə, görünür, bildiyi bir şeylər var. Amma sırf konkret bu məsələ ilə bağlı ki, filankəslər vaxtı ilə filankəslə bir yerdə olub və onlar da buna görə məsuliyyət daşımalıdır. Məncə, bu fikri biraz da əsaslandırmalıdır. Mənim Sərdar bəyin şəxsiyyətinə qarşı hörmətim var. Ona görə onun fikirlərini, belə deyək də, ən azından bu formada çox istərdim ki, aydınlıq gətirsin ki, bu sözü deyirdi və bunun məntiqi izahı nədən ibarətdir, niyə belə düşünür? Hətta yəni həmin məntiqlə, belə deyək də, onda kim kimə salam veribsə də hamını tutub bassınlar içəri ki, iş bilmişəm, belə şey olmaz ki. Son sözü hüquq mühafizə orqanları deyəcək, amma hər halda gündəmə daşınan, yəni müzakirəyə çıxarılan mövzu, hər kəsin bayaq dediyim kimi yaxasını kənara çək. Sürpriz adlar deyirik. Hətta mümkündür ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi administrasiyada oturanların çoxu deyil, kənarda olan adamlar onun komandası kimi daha çox ifşa olunacaq, nəinki ondan bir o ağ binada əyləşənlər. Yəni, hələ bir binada işləmək, bir strukturda çalışmaq, hələ bəli, onun adamı olmaq anlamına gəlməməlidir və hər şeydə siz də doğru qeyd edədiniz ki, istintaq və məhkəmə aydınlıq gətirilib qiymət verməlidir və bizim də istədiyimiz odur ki, bu məsələ ilə bağlı partiyamızın mövqeyini ifadə edən partiya lideri İqbal Ağazadə də həm ümumi açıqlamada da, sonradan özünün müsahibələrində də bir məsələni vurğulayır ki, biz dövlətimizi və dövlətçiliyimizi hər şeydən, hər kəsdən üstün tutmalıyıq. Kim günahkardırsa, onlar cəzalandırsın. Amma kim günahkar deyilsə, onlar qurbana çevrilməsin. Bizim partiya olaraq bu məsələ ilə bağlı prinsipial baxışımız, yanaşmamız bundan ibarətdir və mən elə hesab edirəm ki, bizim sadə vətəndaşlarımız da elə digər adiyyatı qurumlarda olan şəxslərin də ədalətli baxışı, ədalətli yanaşması bundan ibarət olmalıdır ki, kimliyindən asılı olmayaraq Azərbaycan dövlətçiliyinə xəyanət edən hər kəs öz layiqli cəzasını almalıdır və bu prosesdə əli olmayan şəxslər də bu prosesin qurbanına çevrilməməlidir. Ola bilər ki, prosesin elə bir mərhələsində saxlanılan şəxslərdən biri birinə şər ata bilər ki, filan kəs də mənim yanımdaydı. Bu sözün özü istər-istəməz həmin şəxsin şübhəli şəxs qismində belə deyək də, ən azından elə həbs qəti imkan tədbiri barəsində seçilməyə də əsas verə bilər. Amma hadisələrin gedişi göstərirsə ki, belə bir şey yoxdur, o insan bəraətini almalıdır. Yəni, günahsızlar qurbana çevrilməməlidir və elə biz bunu ilk gündən deyirik ki, belə olmalıdır ki, yenidən kimlərsə bu dövləti belə deyək, rəsmi strukturları əlindən, məhkəməsi ilə, istintaq orqanlarının əlindən bu millətin günahsız övladlarını cəzalandırmamalıdır. Günahı olan şəxslər isə öz layiqli cəzasını almalıdır. Aydındır və sonda bir sual da verim. Bu, ötən gün, dünən axşam saatlarında Gültəkin Hacıbəylinin bir açıqlaması idi. İstanbulun Arnavutköy geri göndərmə mərkəzində saxlanılır 3-4 gündür ardıcıl olaraq və onu kamu güvənliyinə təhlükə yaradan, yəni ictimai təhlükəsizliyə təhdid yaradan xarici terrorçulara verilən C82 maddəsi ona tətbiq edilibdir, xarici terrorçulara. Bayaq gördüm, sosial şəbəkələrdə belə müzakirələr aparırlar, ayrı-ayrı partiyalarda təmsil olunan siyasət adamları da deyirlər ki, bu sanki Azərbaycan siyasətçisinə bir terrorçu damğası vurmaq kimi bir şeydir. Necə düşünürsünüz bu maddənin tətbiqini sizcə? Ləman xanım, indi bizim texniki imkanlarımız yəqin ki, o qədər geniş deyil. Baxmayaq ki, sizin əlinizin altında kompüter var. O 82 kodlu maddə ümumiyyətlə nə deməkdir? Onun üzrə. Ola bilər ki, bu başlıq Türkiyə qurumları tərəfindən xarici vətəndaşların saxlanmasına ümumi tətbiq olunan bir maddə ola bilər. Orada da fərqləndirilməz ki, bu Gültəkin Hacıbəylidir, bu
Condur, bu nə bilim, Markdır, bu hansısa üçüncü bir ölkənin vətəndaşıdır. Kimliyindən asılı olmayaraq o maddə ilə saxlanıla bilər. Yox, yəni mən birbaşa Gültəkin Hacıbəylinin Türkiyə üçün elə bir təhdid yaratdığı qənaətində heç deyiləm. Onun saxlanması da çox güman ki, Azərbaycan və Türkiyə tərəfinin hüquq mühafizə orqanları arasında olan qarşılıqlı razılaşma əsasında Azərbaycan tərəfinin tələbi və istəyi əsasında olubdur. Və ona görə də yenə deyirəm, o yalnız o maddənin hər kəsə ümumi şamil edildiyi baxımından Gültəkin Hacıbəyliyə də şamil olunubdur. Aydındır, aydındır. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Bizə prosesləri sadəcə əziz tamaşaçılar izləmək, gözləmək qalır. Doğru, Talih bəy, gözləməliyik. Yəni, bir adam haqqında 4 aylıq həbs qəti imkan tədbiri, başqa birisi haqqında 2 ay 15 günlük deməli həbs qəti imkan tədbiri və proseslər isə bəlkə də yavaş-yavaş açılacaq. Yəni, zaten də bunun təzahürləri görsənir. Gözləyək, görək bu proseslərin altından nələr çıxacaq, nələr. Təşəkkür edirəm sizə, əziz tamaşaçılar. Sizdən isə ricam verilişimizi lütfən bəyənin və paylaşın. Görüşəcəyik, salamat qalın.